Salam dostlar, hər şey tam 2 il bundan qabaq başlamışdı ki, mən Modellik Akademiyasına qəbul olanda Big Modelə əvvəlcə otaq bura idi, sonradan dəyişiblər, indi gedəcək ora. Yəni ki, bəzi həyat hekayələri buradan başlayır, ona görə gəlin yerək falan çəkək. Şövqünə gəlmişik Modellik Akademiyasına. Mən də burada, məndən heç bir əlaqəm yoxdur, bu mırta gəlmişim. Gördüyünüz kimi Big Model agensi Reklamıdır. İndi yəni yaxşı düzəldir, əvvəlcə belə deyildi. Çünki əvvəlcə balaca idi, indi maşallah, həm bir antreno var, bir var ki, burada mahnının səsi belə gəlir. Necə model olmalılar, hər şey burada. Sən çəkə-çəkəsən gəl, arxamda dayanır. İçəridə adamlar var ki, razı olmayacaq. Sağ çox burada. Hardadır, elə. Sən çəkə-çəkə mən deyim. Problem deyil, mən sıxıntı olum. Kiçik istənən. Təqribi içəri girdik və sən tanış oldun az çox. Videoda görsəndi. Çox qəribədir. Birinci dəfə mən belə bir Qızlar falan çoxdur deyə biraz. qardaşım da tutmadınız. Dağaşlar hamısı belə heykəl kimi adam. Lağ eləyirdi, nəyə şeydə, mən yer işimi azad. İndi sən ora çıxarsan, nətər yeriyə bilərsən podiumda. Mən gəzə bilmərəm, aslında hozu kimi gəzən adamam. Görürsən, Əlaqəm yoxdur. Hamısında özümüzə görə nəyimiz var. Baxdım gördüm boyza deyildik də bura. Evet, burada şəhər. Yəni biz də geri qalmırıq. Və bizim də özümüzə görə nəsə var. Biz demirəm bəlkə. Düz deyirsən. Çıxacağız da gəz, davay. Simpatiçin uşaqsın, davay. Aşağı bu gözə burada. Davay ya. Bir güvənirəm sənə, davay Ülvi. Davay Ülvi, davay. Ülvini indi gəzdirəcəyik. Görək nətər gəzəcək. Vah. Davay Ülvi. Boş şeydi. Əvvəlcə podium. Ma babası burada. Zor bulun. Ha, bu yaxşıydı bura. Yaxşı gəzdin bura. Alınarsan. Qəşəngdir. Bura, zorsan bura. Boş şeydir. Ay səni. Belə gələrsən bura. Buradakı akademiyanın modellərini şey çəkirlər. Fotoaparatla çəkib səhifələrdə yayınlayırlar. Əvvəlcə bax balaca idi, indi böyüyüb. Hətta içində antikafe falan da açıblar. Arxa boşda, hə? Ora. Tik tik. Ha böyüyüb əməli boşda. Hətta burada var. İndi sən saxla. İndi model Özümü çəkməliyəm də burada. Özümü gəldim burada öz güvənim var. Gördüm seçilmirəm də mən də bura. Yəni model olmasaq da seçilmirəm də var. Hə. Mən 2 il bundan qalıb modelim. Sən də ki 1 ay olar. 1 ay olar. 1 ay modelsən. Nə hisslər keçirsən? Sənə avantaj nələr qatdıqdan sonra? Məsələn mənə nə qatıb qoyun? Mən təzə gəlmişəm.
Sen üzümün rengini nereden sen sildin? Üzümü sildim. Ay sen de gel yaxşı. Sen ne saytın modelisən? Sen de bir ay olmayayım belə. Ay yeni sezon. Ben 2 yıl bundan qabaq model idim. Bura gəldim, uşaqları tanıdım. Onlar mənə reklam apardılar. Hətta Podima falan da çıxmışdım uzun sonra. Yəqin çıxarsınız sizlər. Ha. Of nə oldu? Mənə reklama getdim. Reklama çəkildim, pul aldım. Ova marketdən bundan savablar orada davamı çəkdim. Sizdən də Mənim yerimə də pul almısan, onu da Nə denə. kimi yenilik? Məsələn, böyük ehtimal çevrəniz böyüyüb. Evet. Biraz da siz danışın. Məndə əsas avantaj məsələn. Zava gəlirsən, pulsuz. Onu da qatı. Onu da qata bilərəm. Sonra CV-mi falan уже gələncə illərdə yazanda orada boş qalmayacaq. Bu modelliyimə, modellikdə necə deyirlər? Biz reklama daxil edik, reklama daxil edik. Bəli, mən reklama getməmişəm, amma getməyi düşünürəm. Mənə yazarsan, mən sən göndərərəm. Bu işə baxmam çünki. Sən də, Sən durumda zaten varsan. başqa ətraflı... Bunlar biraz, bunlardan biraz uzunlar da var, onlar üçə biraz daha elit. Məndən uzundur qızlar. Ha, yox. Ha. Paylaşırsın. YouTube'da çəkildi zaten, neyse çək. Ha, nə üçün çək? Tərsən çək değil mi? Biz düşmüşəm burada. Ədavcı getdi gedə çəkməyin. Mən çəkildim. Ha, bax bizim getdiyimiz yer ortaq boyu. Onsa 100 nəfər izləyəcək, narahat olma, biraz o qədər. Yadır eləməm. Ha. Sonra məsələn əsas kabinetdə daha rahat yeriyirəm. Qızım əlini mismara qoyub belə qoymur ki, divarda. Onda. Yumurta zat qoyurlar dabana. Kitab qoyub gəlsinlər. Ondan sonra taxırazı Bir gəlir. ay üstə qalır. Stüdyoda şəkil çəkdirsiniz, pulsuz. Belə əyilib, yağışa çıxarsınız, orada bir avar olacaq, bir dənə ara. 150-200 adam var. Hələ ki bir dənə tədbirə qoşulmuşam bir dəfə. Yayda Amma mən olacaq. belə səhnələr çıxmışam. Alsaydın. Teatrda gedirəm, 3 yaşından ora çıxmışam. Aktyor bazarı var. Bəli. Gəl Samaşaslar teatrına getmişəm. Sən verəməyəsən tamam. Neyini? Nə, kanalımıza adı var, Raisdən xoş gəlmişsiniz. Kanalımızın adı Ribasərlər getdi. Baxın. Siz daha ekstra baxın. Bunlar hansı özünü niyə rəngli? Kraska ilə öz özünü eləyirsiniz. Markerdən qızlarla şapkasını qoydular. Mən Gəl Samaşaslar teatrında iştirak eləmişəm. Ondan sonra Heydər Əliyev sarayında iştirak eləmişəm. Kanalım nə? Elə Rais. Ever Rice'ın ya bir dəqiqə alım. Ne kəsərik? Ever Rice. Sən adın neydi? Ülvi. Yox, adımı bilmirəm. Qaqa, sən demirsən yıxılır eləyərəm, burada qaça. Gel buraya gel. Gel buraya. Mən selfie çubuğu gətirərdim, barmağım çox düşür. Bu bizim
bizim köydən uşaqlardandır. Ben şöyle saçına baxar. Həmişə Oy maşallah. Sevmirdən qalır. Bu saçını saçsaq biz 2 ildən sonra mənim də saçım elədim. 1 metrə yarım. 1 metrə yarım. 1 metrə yarım. Elə Ülvi sən boydadır Ülvi. Yalan yox. Ben yakından çekeceğim. Çekte yakından çek. Bak. Sen bunu buradan vermene. Bak. Oy Bak maşallah. buyurun maşallah. Geçer. Başka hansı isteyin? Geçer. Ne geçer? Ne tersin ne var? Duydum. Sonra dayanırım. Şövqə burada qızların sayını görüb özünə itirib. Bu ikidən birdən belə yeri gələn deyil. Buna bax rənginə bax qıpqırmızıdır, par-par-parıldır. Utanır, utanır. Elə bir insansın bura. Yaxşı, heç olmaz. Mənə asosial insanlar yaxşı. Sağ ol. Bura Big Model Akademiyası. Kim model olmaq istəyirsə gəlsin bura. Biz buradayıq. Hər bir şərait var. Həm aktyorluq, həm də modellik akademiyası olaraq. Yəni burada çoxlu sayda uşaqlar da var, amma böyüklər də var, kiçiklər də var. Orada da ki fotoqraf, videoqraf. Sağlıq. Adam geliyor, adam. Of Ülvi, of. Of Ülvi, of. Gəzməyi də yaddan çıxardı, kaçka basmaqda. Kaçka basmaqdan gəzmək də yaddan çıxardı. Kör sənin başvaya Ülvi, kör. Bax, incəliyi öyrən onlardan, bax. Müəllim məni tanıladı çünki səhv yedim. Başqa yerdə belə olmaz. Zəifçilikdir. Özü yeriyə bilmir deyə deyir. O bəyənmirəm, gəzə bilmirdim. Bir də böyle edəcəm onlara. Şıkkıdır, bu şıkkıdır. Akademiyada deyildin, lağ edildin, yeriyə bilmir. Gətirdim səni artıq. Yenə yeriyə bilmirsən. Qərara gəldim ki, sən tək yeriyə bilmirsən. Bax necədir, ortam böyük, model uşaqlardan da gördün. Əsas sən o ortama düşdün də, əsas ortama düşdün də. Bəs mənlə məşğul yeriyə bozlaşmısın. 2 ildir gəlmirəm, yəni ildə itirməyi normal. Biraz ince ol, biraz böyle Deyəcək ki, böylələrə misən məsələn, necə gəzmək var? Böylədir, altı belə işıqlı olmalı. Oturmalı. Şöyle bir da sen kilo yok. Mən nəyər sən kimi boyda. Ben ince var. Böyle bilin inceliğine bak. Benim inceliğim var. Kız da böyle. Mən benimki necə? Bak bu benim nerede? O bir hamza olmalı. Yok. Model inceliği yoktu bunda. Bu gene biraz usul işleyen, böyle işleyirəm daha doğrusu. Biraz estetikli, hiç böyle yok. Bu harda yerləşirsə, gəl oranı göstər. Akademi ağzı. Ağşəhər Xətai. Ağşəhərə mənzərə qatan mən. Yəni yerə mükəmməl yerdir. Akademiyada da Yer mükəmməl eləyən mən. yer yazıq istədi qız görürsən. Bu da əsl edir qızardı. Tanır ya, tanır ona görə. Bura asosial insanların zülmüdür bura. Yaşar pasport tanıcılar. Əvvəl olsaydı. Amma mənzərə qəşəngdir. Amma orada avtobus dayanacaq var. Bir dənə yol göstərdi, yol qəşəngdir. Bunun yuxarısı var binanın yuxarısında indi. Ona Almanya gələndən yaxşı bilir. Yəni
Orada geçer içeride portatlı geçer. Bomba kimi. Mənə maraqlı oldu əgər. Hə, yəni model olmaq istəyirsinizsə, bizdən əlaqə saxlayın. Bu akademiya, bundan əlavə burada oxuyan tanışlarınız, hətta videoqrafın açdığı bir akademiya var, model. Siz istəyin, biz sizi yönləndirək. Sadəcə yorumlarda yazmanız ki, model olmaq istəyirəm, bu kifayət edir. Boy həddi nəsəri neçə idi? Sən də yaxşılayın. Boy həddi neçədir sizdə? Boy həddi belə deyim də, Xanımlarda və bəylərdə. Xanımlarda və bəylərdə, xanımlarda 1.55 minimumdur. 1.50 minimumdur. Pes modellər də yəni olur. Əlbəttə ki, fərq yoxdur. Bəylərdə? Bəylərdə minimum 1.75 Ümumiyyətlə olmalı. çox adam bir ay çox boyunun balaca çox. Bilirsiniz necədir? Məsələn, podiuma çıxan model başqadır. Foto çəkilişdə olan model tamam başqa anlayışlardır. Və bunlar çox insan qarşısına, ay nə bilim bunun boy balacadır, belə olmaz, yox, gətirən o fikrə qatılmır. Model o demək deyil ki, təkcə çıxa podiumda hansı bir geyimi reklam edirlər. Yaxın fonlarda dərgilər var, bəzi nə bilim böyük şirkətlər, holdinglərdə sim axtarırlar, model siması olaraq. Məsələn, ona yararlı ola bilərsiniz. Ona görə də ki, model olmaq istəyirsinizsə bizə müraciət edin. Zaten bizim ətrafımız böyükdür, genişdir. Diqmədə olsun. 1.70 podiuma çıxa bilər məsələn. Bəli, əlbəttə ki, podiuma çıxa bilər, düzgün yeriş qaydaları. Amma yəni podiuma xarici zətdə 1.80-dən yuxarı. Əlbəttə ki, xarici ölkələrdə daha fərqlidir. Azərbaycan standartlarına uyğun olaraq paltar modelinin boyu o qədər də önəmli deyil. Yəni fizik önəmlidir, bəli. Fizik əlbəttə ki, önəmlidir. Onun da üzərində işləmək mümkündür. Bunların hər birinin üzərində işləmək mümkündür. Əlbəttə ki. Yenə də o diyet falan eləmədik. İvan videosu da bizim səhifədə var. Əlbəttə ki, yəni özünü inkişaf elətdirmək istəyən olsa, hər bir yolda yəni bu səhifə gördün necə bağladım. Reklamı 2 dəqiqənin içində səhifəni gördüm. Hype bro. Yəni davamlı model olmaq istəsəniz müraciət edirsiniz. Zala başlayıb məşq eləmək istəyirsiniz. Bizə yazın, məsləhət verək. Nə bilim ondan sonra çox şeylər var, yavaş-yavaş gedəcək onlar. Yavaş-yavaş. Sevgi ilə ki, tanış edirəm, belə şeylərdə o zaman həmişə həyatın idmanı sərf edib. İdmanla, modellikdən olar. Düzdür, mən çox deyirlər, amma mən nəsə özümü o qədər layiq görən adam deyiləm. Mən sosiallaşma, şəkil kimi, nə bilim, çox qaranlıq düşmürüz. Yox, yox, bir şeydir. Bunu da ki, sosiallaşdırıb da insanlara Şövqün əsas sosial həyata da. Şövqün əsas sosial gəldi, gördü, biraz sevindi. Bir gedəndə də ki, şüşədə yaşarım, yəni velosiped. Ondan da bizdə Ağşəhərdir, Sarı. Külək? Külək yox, yox. Sən nə idin buranın? Onun özünün akademiyası var, Dörs model. Səndən bir fikir al, məndən model olar ya. Əlbəttə ki, niyə də olmasın? Yəni qabağa gedə bilər, hə? Üstündə yeri var. Qabaqdasan zaten. Hə? Zaten qabaqdasan. Sevindirir də, mən tam Yazır, sevindirmək lazım. Bir dənə sevindirimsə mənim günüm xoş keçəcək. 2 gün, 3 gün rəşmək alsın, yazsız yazmadır, mənim tərimlərim. Necə də xoşbəxtdir. Gözümdən oxunur. 50 bir dənə qız əlinə dəm, qız görəndə də həyəcan. Ana o nə dəxlisi var ya? Var da çox. Turba əlinə də mazol. Görsən mazol. Məndə Zaten bol var bura. Hər adamda da yoxdur. Hər nəysə. Çox biraz şırtaşdı bura gəldi, biraz sevdim. Olsa da edim, mən zalda bir gün. Yanağa bax, bir dənə bu yanağa çək, qıpqırmızı mı? Ay bir baxışdı. Hər nəysə, dostluq. Biz sosiallaşırıq hər tərəfli, bir-birimizi inkişaf elədik. Yəni görmək istəyirdim akademiyanın abu-havasını. Tanış elədik. Hər bir cəbhədə olduğu kimi, yəni özümün sahəsi tamam, işlədiyim sahə tamam fərqlidir. Həvəsimin olduğu sahə tamam fərqlidir. Yəni elədiyim sahələr tamam başqadır. Hər cəbhədə varam da, yəni. Yox olmaq, mənim sayəmdə də artırsan. İndi gəlir deyir, bax, bədənini mənim sayəmdə çıxardım. Zala mən aparmışam, zalla tanış eləmişəm. Gedib bir bədən görürəm. Sən zal yolumlu. Gedirdi gəlanda kaçka basırdı, deyirdim ki, qaqa, gəl bunu belə işləmə, belə işləmə. Mən demirəm, mən başlayır, sən başlarsın. Mən də sən mənə idman yolundan, mən sən gəlirsən. Olsa dost da bu deməkdir, bir daha püşdürsən, tərliyirsən. Ona görə də qabağa aparırsan, əsas olan budur. Açıq idim, mən bu ortamlara heç vaxt girməyəcəkdim tək olsaydım. Yəni, açıq idim, ülvi sayəsində girirəm. Yəni, reklama çəkilmişəm bir dəfə, Allah göstərməsin reklamı. Yəni, Oba marketin reklamda çəkilmişəm. Sildirməyə bacarsan, o videonu sildirərəm də. Yəni, bildin, yəni, istədim ki, yer aransın, mən girim içinə də. Yəni, o dərəcə utanırdım da. Yəni, həqiqən anksiyetimdə bunun sayəsində qalib gəlirəm yavaş-yavaş. Yəni, utanmağız adı yığışdırıram. Mən yeni girdiyim ortamda çox utancaq oldum. Danışmaq zət məndə oldu, amma yəni, belə rahat ortamlarda isə yəni, sosial bir insanım. Yəni, belə deyirik. Model olmaq istəyirsinizsə, bizə müraciət edirsiniz, biz sizə köməklik eləyirik. Videonun bundan sonraki hissəsi olsa da onu ortaya salarıq. Bu axır hissəsi olsun. Obşu, bizim kanalımızı, Everrise kanalını izlədiyiniz üçün hər birinizə təşəkkür edirik. Və bizim model akademiyasının uşaqlarının dediyi kimi, nə demişlər qızlar?
O qulaq asmaq. O qədər həyəcanlı olub ki, yadımdan çıxır. Həyəcanlı Bizi izləməyi, bizə abunə olmağı unutmayın. Xoş günlər sizə. Bir elinə olun, ki, görüşərik. Bir də qrafa da təşəkkürlər edirik ki,